Sözdələn, sözdən səs gəlir. Səməd Behrəngi, Balaca qara balığın taleyi. Sözdələnin bu dəfəki mövzusu Azərbaycan əsilli İranlı müəllim, tərcüməçi Nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrəngidir. Daha çox Balaca qara balıq əsəri ilə tanınan Səməd Behrəngi, uşaqlar üçün yazdığı əsərləri sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün İran şah rejimi tərəfindən qadağalara məruz qalmışdı. Səməd Behrəngi haqqında xatirələri özündə əks etdirən mətn 16 iyul 2020-ci ildə Credo qəzetində dərc edilib. İndi sənə həmin mətni danışıram. Səməd Behrəngi 24 iyun 1939-cu ildə İranın Təbriz şəhərinin cənubundakı Çarandab məhəlləsində kasıb ailənin başçısı əslən Azərbaycanlı İzzət və xanımı Saranın ailəsində anadan olub. Atası vaxtının çox hissəsini çoban olaraq keçirirdi. O qədər kasıb idi ki, xərcləri gəlirlərini üstələyirdi. Bəzən vəzan stansiyasında su daşıyır, o tayı keçib ruslara və ya azərbaycanlılara satırdı. Düşündü ki, o tayda yaşayanlar çox yaxşı şəraitdə yaşayır. Ona görə də ailəsini götürüb Bakıya gəldi. Burada da vəziyyətini düzəldə bilməyən İzzət yenidən Çarandaba qayıtmağa və su satmağa məcbur qalır. Xanımı Sara xanım xatirələrində yazır. Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O yenə də ərbabla dalaşmışdı. O sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim, filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi. Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir. Səməd 1954-cü ilin oktyabrında Təbriz Oğlanlar Məktəbini bitirdi və Təbriz Universitetinin Fars dili və Xarici Dillər Ədəbiyyatı fakültəsində təhsil alandan sonra 1958-ci ilin oktyabrında oranı bitirir. Bundan sonra Səməd müəllim olaraq işləməyə başlayır və əzərdən başlayaraq Qazi Cahan, Əxi Cahan, Axiri Cahan, Mamağan da olmaqla diyar-diyar gəzir. Uşaqlar Səmədi Səməd əmi olaraq çağırırdılar. Səməd əmi də uşaqlarla uşaq olardı. Onlara fars dili ilə bərabər Azərbaycan dili də öyrədərdi və azərbaycanlara qoymazdı ki, fars dilində danışsın. Şəhər həyatı ilə bağlı kitabları tənqid edərdi. O məktəb və kitabxana açdırmışdı. Səmədin öyrətmə səyləri İran uşaq hüquqlarının qorunması dalğası ilə üst-üstə düşdü. Bu zaman şahlığa xidmət edənlərdən Məsumə Söhrab və Yəhyə Məfi kimi insanlar Səmədə kömək etməyə başladılar. Elə bu illərdə Azərbaycan dilində danışdığı və öyrətdiyi üçün Səməd barədə xoşagəlməz şayələr yarandı. Az qala onu xalq düşmən etmək istəyirdilər. Şayə yayıldığına görə artıq insanlar uşaqlarını Səmədin sinfindən çıxarırdılar. Elə bu vaxtlarda da Səmədi və Azərbaycan Mədəniyyət İdarəsinin sədri Papuşlu ilə birlikdə məhkəməyə verdilər. Səmədlə Papuşlunu yararsız və məzmunsuz kitab nəşr edib uşaqların beynini doldurduğuna görə 6 ay şərti cəza verirlər. 6 aydan sonra Səməd və Papuşlu cəzadan azad edilir və Papuşlu yenidən Azərbaycan Mədəniyyət İdarəsinin sədri, Səməd də yenidən müəllim olur və ona inam bərpa edilir. Səməd yaradıcılığa satira ilə gəlmişdi. O, Gülüş adlı bir satirik humoristik divar qəzeti dərc edirdi. Onun Təvfiq jurnalında satirik yazıları dərc olunmuşdu. Səmədin yazıları Azadi uşaq bağçasında tez-tez səslənirdi. Səməd Behrənginin yazdığı ilk uşaq hekayəsi Təlxum və Həbit olur. Həbit hekayəsinin hansısa Azərbaycan yazıçılarından birinin hekayəsindən götürüldüyü deyilir. O, həmçinin fars dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən fars dilinə bir çox tərcümələr edir. O, Nəzihə, Əhməd Şamlu, Mehdi Əhmədxan Saləs, Firux Fərruxzad və digər yazarların şeirlərinə müraciət edib, həmin şeirləri Azərbaycan dilinə tərcümə edib. Tədris kitabları ilə yanaşı folklor kitabı çap edir. İran təhsili kitabı onun tədqiqinin sübutudur. Səməd Behrənginin Ulduz, Balaca qara balıq kimi yazıları Fədai Xalq Partiyasında tez-tez səslənir və bu iclaslarda Səməd Behrəngi də iştirak edirdi. Səməd Behrəngi həmçinin sosialist Əmir Pərviz Puyanla dostluq edirdi. Onlar tez-tez Firux Fərruxzadın evində görüşlər keçirirdi. Səməd Behrəngiyə tez-tez təkliflər gəlirdi ki, Pəhləvilər barədə yazılar yaz. Lakin Səməd Behrəngi bu təklifləri rədd edib deyirdi. Mən uşaqlar üçün yazıram. Padşah və ya kraliçə üçün yaza bilmirəm.
Zabit Həmzə Fərahati Səməd Behränginin vəfatı barədə digər illərdən adlı xatirələrində yazır. 1967-ci ilin avqustu yayın istisi idi. Səməd Araz keçid məntəqəsinin arxasında idi. Gülüş və zarafatlardan sonra Səməd soyundu, dostları ilə birgə çılpaqlanıb suya atlandılar. Mən də çılpaqlanıb suya atıldım və Səmədin başını çaya qoyub çıxardırdım. Səməd çox təəccübləndi. Mən isə hərəkətimə davam edirdim. Bir neçə dəqiqədən sonra Səməd qışqırdı. Kömək edin, doktor, doktor. Nə qədər kömək eləsək də Səmədi sudan çıxarda bilmirdilər. Bir neçə dəqiqədən sonra Səmədin çiyinlərinə qədər olan su onun hər tərəfini əhatə etdi və mənim səylərimdən sonra Səməd boğula bildi. Deməli Səməd Behrängini şaxlıq zabiti Həmzə Fərahati boğub. Fərahati həm də baytar idi, yəni heyvana kimi. Məlum olur ki, bu işi Təhlükəsizlik və Kəşfiyyatçılıq İdarəsi olan SAVAK gizli şəkildə Fərahatiyə bildirib və Fərahati gizli şəkildə onu elə boğub ki, heç kəs bilməyib ki, Səmədi kim boğub. Sonralar zabit bunu etiraf etdi. Qardaşı Əsəd Behrəngi də xatirələrində yazır. Yayın istisində hamı əylənərkən dostumun zəngi ilə dünya başıma yıxıldı. Səməd Xumarlı kəndində Araz keçid məntəqəsinin arxasında Araz çayına atlandı və orada boğuldu. Kazım Səadətinin yanına getdim. Kazımın o vaxt evi təzə-təzə tikilirdi. Kazıma xəbər verdim. Onun yanındakı bacılarım hamısı üzlərini cırıq-cırıq etmişdilər. Biz suya Səmədlə atlanan dostları ilə birlikdə Araz keçid məntəqəsinə gəldik və burada Səmədin cansız bədənini tapmağa çalışdıq. Gecələri yuxumuza haram qatıb çayda onu axtarırdıq. 31 avqustdan 3 gün sonra 3 sentyabr 1967-ci ildə Ştarban keçid məntəqəsində Səmədin cansız bədənini tapdıq. Cəsədi tapana qədər 2 gün yerimizdən didərgin düşdük. Arazın sahilində gecələdik. Bəzilər dedi ki, onu zabit Həmzə Fərahati boğub. Biz onu söyüşlərlə qovduq və məhkəməyə verə bilmədik. O zabit idi. Onun cəsədini çıxartdılar və yuyub dəfn etdilər. Onun bədənində budunun və ayağının yanlarında bir girinti vardı. Bədənində 2-3 yara var idi. Cəsədi Təbriz qəbristanlığında dəfn etdik. Səmədin dəfn mərasimi çox izdihamlı keçmişdi. Əsəd Behrəngi 2 ay sonra qatili Bəhruz Dolatabadinin evində gördü. Həmzə Fərahati yenə həmin sözləri təkrar edirdi. İnanın ki, mən öldürməmişəm. Mən onu sudan çıxarmağa çalışırdım. Səmədin ölümü barədə Əşrəf Dehqaninin, Həmzə Fərahatinin, Əsəd Behrənginin, Məhəmməd Hadinin kitabları vardı. Biz bu gözəl müəllifi itirəndə dərindən sarsıldıq. Bütün insanlar bu ölüm barədə danışdı. Bu ölüm barədə qalaq-qalaq kitablar çap olundu. Xatirələr yazıldı. Yazılar onun barəsində olmasa da ona həsr edildi. Onun ölümü həyati olmaqdan çıxdı və mifikləşdi. Səməd Behrəngiyə edilmiş ən böyük haqsızlıq onun ölümü barədə yalanların yazılması və bu ölümün şişirdilməsidir. Çünki o şişirdilməyi sevməzdi. Özünü çox sadə aparırdı. Normal həyatı vardı və kasıb olsa da həyatından çox zövq alırdı. Səmədin mifikləşdirilməsi barədə onu deyə bilərəm ki, bunun özü şişirdilməlidir. Səməd Behrəngi ki, bizdən biri idi. Xalqın içindən çıxan xalq idi. Səməd bütün həyatını Mamağan şəhərində, Axırcan şəhərində və Təbrizin cənubunda keçirdi. Cənubun cənubunda. Kimsəsiz uşaqlara dərs keçdi, onlara öz uşaqları kimi baxdı. Kitabxanalarda işlədi və buna görə də uşaqların mütaliəsinə böyük vaxt ayırdı. Kitabxanada təkcə uşaqları yox, bütün insanları oxudardı. Yəni əgər həmin insanlar oxumaq istəsələr oxuyardılar. Bu kitabların içində vulqar və eşqdən bəhs edən kitablar yox idi. Əslində eşqdən bəhs edən çox kitab var idi. Kitab eşqindən, vətən eşqindən, sətir-sətir yazılan sözlərin mütaliəsi yolunda olan eşqdən bəhs edirdi. Səmədin axır vaxtlar kitabxanaya gəldiyini görmürdüm. Məktəbi kitabxana etmişdi elə bil. Bir dəfə cinayətdən bəhs edən kitabı istəyən uşağı kitabxanadan qovmuşdu. İstəmirdi ki, uşaqlar pis yola düşsün. Uşaqlardan biri kitab aldıqdan sonra Səməd həmin kitabla maraqlanmağa başladı. Bundan sonra hər dəfə həmin uşaq kitab alarkən o həmin kitabla maraqlanmağa başladı. Uşağın almadığı kitab qalmamışdı. Səmədin də oxumadığı kitab. İlk baxışda heç kim onun müəllim və ya yazıcı olduğunu düşünmürdü. Bu hekayələri qədər iddiasız idi. Lakin insanlarla şairanə ünsiyyət qurduğundan artıq insanlar onun yazıcı olduğuna inanmağa başladılar. Səməd tez-tez xalçaçılıq emalatxanalarında olar və xalçaçılığın sirlərini bilməyə müvəffəq olardı. Onlara şeirlərini və yazılarını oxuyardı. Çuğundur satan oğlanı da oxumuşdu onların yanında. Məscidlərdə olar, heç vaxt namazını gecikdirməzdi. Uşaqları sevər, uşaqlarla uşaq olar, tənəffüsdə onlarla oynayardı. O insanı dərsdən soyutmazdı. Uşaqlar ona yad baxmırdılar. Onu Səməd əmi bilirdilər. Səməd uşaqların qəminə də, sevincinə də şərik idi.
Təkcə uşaqların yox, hamının. Səməd əmi onlar üçün hər şey idi. Səməd Behrengi yazacağı dəyərli yazıları bir kənara qoyub ölsə də, ölümündən sonra daha çox populyarlaşdı. Çünki belə insanlar çox olsa da, Səməd başqa idi. Səmədin daimi olmasının sirri var. O da belədir. O müəllim idi. Oxuturduğu da şagird. Lakin onun şagirdləri ilə əlaqəsi müəllim-şagird arasında olan rəsmi əlaqədən uzaq idi. Müftü Amini əbəs yerə demirdi. O, şagirdlərinin valideynlərindən çox valideynlik edirdi şagirdlərinə. Əsəd Behrengi də qardaşı barədə bu sözləri deyir. O qələmini dəftərinin içinə qoydu, dəftərini də cibinə qoydu. Sonra da məmnuniyyətlə sinifə girdi. Atası ona uşaq təbiətli böyük şair deyirdi. Çünki özünü uşaq kimi aparırdı. Hamı ona gülürdü ki, qələmi yoxdur. O isə qələmini və dəftərini cibindən çıxarırdı. Müəllim ömrü yaşayan Səməd uşaq ömrünü və bütöv ömrü uşaqlara öz üslubunda, dilində anladırdı. Şagirdləri də onun kimi çətin ömür sürürdülər. Buna görə Səməd bütün şagirdlərini öz uşaqlarına bənzədirdi və elə bilirdi ki, öz uşaqlığı ilə görüşüb danışırdı. Uşaqlarla düzgün rəftar etməyi bacarırdı, məhz buna görə. Bu əlaqə təkcə şagirdlərlə məhdudlaşmırdı. Ailələri ilə də eyni rəftar edirdi. Onları aldatmağa yox, doğruya inandırmağa çalışırdı. Ailələri qəbul edir, masasına oturur və onları anlamağa çalışırdı. Söhbətlər çox yaxşı başa vurulurdu. Səmədin həyat hekayəsi bir şəhərin taleyi ilə uyğun və əlaqəli idi. O hamının dərdini dinləyir və bu dərdə çarə tapmaq üçün əlindən gələni əsirgəmirdi. Dediyim kimi, xalqın kədərinə kədərlənir, sevincinə sevinirdi. İnsanların bütün ağrılarına çarə tapmağa çalışdığından, insanlar da ona rəğbət bəsləyirdi. Cəmaət nə əziyyət çəksə, o da çəkirdi. Ürəyi insanların ağrısı ilə dolu idi. Və bu mərhəmət onun hər bir insana ürəyini açmağa səbəbi idi. O vəziyyət əsnasında məsələlər barədə düşünür və çalışırdı. Yerində dayanırdı, əyilmirdi, qürurlu idi. Namərdləri burax, mərdlər qarşısında da əyilmirdi. Mərdlikdən əl çəkməzdi. Sinədəftər və sadə bir adam idi. Məşhur deyildi. İddiasında da deyildi. Sevimli bir insan hansı xüsusiyyətləri daşıyırdısa, Səməd də həmin xüsusiyyətləri daşıyırdı. Heyf ki, biz onu itirdik. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb-saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.